Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Biraz fövqəladə vəziyyət kimi bir şey yaranıb. Mən də köç ərəfəsindəyəm. Ona görə belə bir neçə gündür yəqin hiss eləyir bizim izləyicilərimiz ki, davamlı canlı yayımlarımız da olmur. Amma hər halda çalışacağıq, başlayaq və bugün Natiq bəylə birlikdə söhbət edirik. Zaten texniki problemlərdə Natiq bəylə birlikdə həll edirik. Hər vaxtınız xeyir olsun, dəyərli Natiq bəy. Hər vaxtınız xeyir olsun. Qənimət bəy, hörmətli tamaşaçılar. Mən belə başa düşdüm ki, bu yayın hər iki kanaldan gedəcək. Ona görə Təbii. hər halda ona görə hər iki kanalın izləyicilərini salamlayıram. Əlbəttə bu ilk növbədə ölkədə bir qayda olaraq çoxlu problemlər olur, amma bu gün daha birinin əlavə olunduğunu, biraz da təhlükəli bir problemin əlavə olunduğunu gördük. Psixiatriya müalicəsi haqqında bir qanun hazırlanır, dəyərli izləyicilər, Azərbaycanda. Və bu yeni maddələr falan əlavə olunacaq. Niyə təhlükəlidir bu məsələlər? Onunla bağlı əlbəttə danışacağıq. Bu diktatorların əlində ən humanist görünən qanunlar belə cəmiyyətə qarşı dəyənək kimi çox rahatlıqla istifadə olunur. Xüsusilə belə həssas qanunlar. Bu sanki psixiatriya haqqında bu qanun elə bir ki, Sovet hökumətinin vaxtında mövcud olmuş çox murdar və pis bir təcrübəni Azərbaycanın bugünkü reallığına gətirib soxmaq istəyi şübhəlidir və qorxuludur. Belə çıxır ki, yeni qanunla əgər şəxsin özü və yaxud yaxınları istəməsə belə onu zorla prokurorun və yaxud orada qanun həyat layihəsində yazılır. Müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi hansısa icra orqanı zorla tətbiq edə bilər. Bunun bəlkə də çox uzun-uzadı, geniş izahata ehtiyacı yoxdur ki, nəyə görə təhlükəlidir. Bu vaxta qədər özdə ən yaxın tarixdə bəzi presedentlər var. Bildiyim qədər ilk dəfə Naxçıvanda belə olub. Naxçıvanda ilk dəfə Vasif Talıbovun Gülü burnunda olan zamanlar müxalifətçiləri dəlixanaya və ümumiyyətlə etiraz edən adamları dəlixanaya soxmaq təcrübəsi olub. Sonra bunu çox uğurla gətirib tətbiq ediblər ana vətən Azərbaycana. Agil Hümbətovu hər halda mən xatırlayıram. Başqa adamlar olub. Sovet hökuməti vaxt. Bu məsələ ilə bağlı Cəmil müəllim çox geniş, əhatəli bir izahat yazmışdı Facebookdan. Açıq etiraf edeyim ki, mənim də diqqətimi oradan çəkdi. Sovet hökuməti dövründə bu necə vicdansızcasına tətbiq edilib qanunun məhz bu normativi. Hətta Azərbaycandan da bəzi adamların adını çəkib Cəmil müəllim o vaxt. Rafiq Turabxanoğlu da onu tanıyıram mən. O da sən demə dəlixanada olunmuş. İndi yapdadır, yeri gəlmişəm. Onun bir böyük Turan idi, neydi belə bir partiyası vardı. Dəhmərliyə qoşdular Yeni Azərbaycan. Sonra Nadir Ağayev vardı, rəhmətə getdi, dissident. Məncə rəhmətə getdi də, bildiyim qədər. Bəli. O düzdür, o lap axıra qədər çox sərt ritorikalı bir şeylər yazırdı, eləyirdi. Amma Natiq bəy, açıq bu məsələlərdən danışaq da, bunun hansı təhlükəli nəticələri ola bilər və bəri başdan insanlarımıza hər halda bir xəbərdarlıq eləyək insanlarımıza. Qənimət bəy, gözəl müqəddimə verdin. Mən amma biraz da açım sənin demək istədikləri. Söhbət nədən gedir, hörmətli tamaşaçılar? Söhbət ondan gedir ki, hökumət hakimiyyət gözünə xoş gəlməyən adamları indi yeni qəbul eləmək istədiyi qanundan rahatlıqla polis və prokurorluğun göstərişi ilə dəlixanaya sala biləcək. Və Qənimət bəy yaxşı bir xronologiya göstərdi. Sovet dövründə bu çox istifadə olunurdu. Özü də təkcə siyasi iddiası olan adamlara yox, demagog dediyi adamlar var idi Sovet İttifaqının. O adamlar da kim idi? Müəyyən hüquqlarını tələb edirdi. Məişətlə bağlı, sosial problemlərlə bağlı və onların şikayətinin qabağını almaqdan ötürü çox sayda insanların yolun həbsxana əvəzinə dəlixanaya salırdılar bu psixiatrik mərkəzlərə. İndi Azərbaycan hökuməti o imkanı özü üçün genişləndirmək istəyir. Elə bir layihənin müzakirəsi gedir və biz bunun üzərində çox ciddi dayanmalıyıq. Qənimət bəy, mən burada möhtərəzə açım bir dənə son dövrlər üzləşdiyim bir hadisəni deyim sizin üçün. Azərbaycanda İlham Əliyev elə qaramat və gülməli
rejim yaradıb ki, bizim ağlımıza gələn ən axmaq zarafatın günü sabah reallaşmaq imkanı var. Hangisi Konkret oldu? mövzunu deyim mən. Bir qədər əvvəl, 3 ay zad bundan əvvəl İlham Əliyev çıxış elədi də, yadınızdadır, dedi ki, iş istəyən üçün iş var. Mən orada dedim ki, qardaşlar, bu çıxışdan sonra hazır olun. Kim indən belə işsizlikdən şikayətlənsə, onlara cinayət işi açıla bilər. Çünki İlham Əliyev deyir ki, iş var. Deməli, işin olduğu şəraitdə sən işsizlikdən şikayət edirsənsə, hökumətin, hakimiyyətin məntiqinə görə sən sabotaj yaradırsan, destabilizasiya yaradırsan, təxribatçısan, həbsə getməlisən. Və ondan sonra bir yadınızda var da, dilənçilərlə bağlı qanun qəbul elədilər ki, dilənmək belə qadağandır. Çox mümkün yaxınlarda o da olacaq ki, işsizlikdən şikayətlənmək də dövlətçiliyə qarşı çağırış kimi qeyd olunacaq. Dilənçiliyə cərimə kəsdilər də. Kəsdilər, bəli. İndi dilənçilik getdi, onun növbəti addım odur ki, işsizlikdən də şikayətlənə bilməzsən, şəraitindən şikayətlənə bilməzsən. O da var. Tüfeylilik adlanır. Sovet hökuməti adı vaxtı vardı. Doğru. İndi ən maraqlısına gələk Əhməd bəy. Təxminən 2 həftə bundan əvvəl Qarabağda bir ağsaqqal kişi Laçında çıxdı, şikayət elədi ki, iş yox, güc yox, gətirib bizi burada azdırıblar. Bir türk bloger bunu çəkmişdi. Və bu video yayıldı, üstündən saatlar keçəndən sonra kişini çıxartdılar efirə, üzrxahlıq videosunu yaydırdılar və dedi ki, mən əsəbi olmuşam. Və belə bir video, 2 belə video da var idi. Biri Cəbrayıldan olmuşdu, evindən şikayətlənmişdi, biri də nəyə görə? Onlara da üzrxahlıq videoları çəkdirmişdilər. Və bu üzrxahlıq videolarının müqəddiməsində mən gördüyüm bir cümlə məni düşündürməyə sövq etdi. Humoristik janrda bir video çəkdim. Dedim ki, dostlar, fikir verin. O videoların hamısı belə başlayır. Əsəbi olmuşam, özümdə olmamışam, belə bir söz demişəm. Dedim, bunun növbəti addımı ora gəlib çatır ki, birazdan tək Qarabağ zonasında yox, bütün Azərbaycanda şikayət eləyənləri tutub dəlxanaya salacaqlar və yaxınlarına, başqa adama da yox, öz yaxınlarına dedizdirəcəklər ki, bu kişi, bu qadın, bu bacımız, bu anamız başı xarab idi, ağlı işləmirdi, kəmağlı idi deyib. İndi Qarabağda şikayətçilər çox az olur, yəni bu riskə görə. Və insan da orada azdır da, orada 5-6 min insan var cəmi. O rəqəmlərə baxma, 30 min falan deyirlər. Onlar texniki işçilərdir, orada iş görənlərdir, ezam olunmuş adamlar. Və gedib qayıdanlar da statistikada oradaymışım göstərirlər. Hətta mən fərz eləsək ki, hökumətin köçürdüyü adamlar var, Qənimət bəy. Onlar qayıtmayıb, onların sayı 6 min keçmir. Yerli Qarabağlılarda. O məsələyə gələcək. O 30 min, 35 min dediyi orada tikinti işi görən, strukturlarla məşğul olan adamlardır, ezamiyyətdə olan adamlardır. Dedim, orada azdır, ona görə o şikayətçilərin bəzilərinin şikayətinə yaxşı baxırlar. Deyirlər ki, işsad verirlər, çıxın bu çıxış eləyin. Amma düşünün ki, o adamlar hamısı şikayətə başlasa, Azərbaycandakılar hamısı belə formada şikayətlərin dilə gətirsə, hökumətin iqtidarı və həvəsi də yoxdur ki, o şikayətləri obyektivcəsinə baxsın, təmin eləsin. Orada yol qalacaq xozuluğa, güc varsa ağla ehtiyac yoxdur, tutub salacaqlar dəlxanaya. Və mənim qara yola olmuş bu yumorum artıq reallığa çevrilir ki, Azərbaycan hökuməti hazırlaşır ki, insanları rahatlıqla psixiatrik müalicəyə göndərsin. Və bu təcrübə bunların var. Həm dədələrindən var, Heydər Əliyevin dövründə. Siz sadaladığınız məsələn Nadir idi də o Səlyandan familiyası. Nadir Ağayevi Heydər Əliyev tutturmuşdu. O da talehin bir təzadi idi. Rəqib Qurafxanoğlu'nu da Heydər Əliyev tutturmuşdu. Onu bilmirdim. Amma Nadiri Heydər tutturmuşdu. Və İlham Əliyevin də təcrübəsində var. Siz bir yax xatırladınız, bizim Naxçıvanda üzvümüz idi, həkim Rıza bəy şikayət elədiyinə görə onu gətirib Bakıda salmışdılar Maşdağana psixiatrik xəstəxanasına və Aqili də xatırlatdınız. Bu çox təhlükəli bir tendensiyadır. Azərbaycan hakimiyyəti özü üçün yeni normalar müəyyənləşdirib. Bu normalarda çox bəsitdir. İlham Əliyev kimi düşünməyən hər kəs, onu tənqid edən hər kəs dəlidir, baş xarabdır. İlhamın məşhur çıxışı var idi. Bunlar dəlidirlər, nədirlər?
o adam doğrudan da onun siyasətini bəyənməyən, tənqid edən insanları anormal görür. Anormal insanı da bunlar cəmiyyətdən tədric eləyib o şəkildə susturmaq istəyir. Və bu çox təhlükəli bir gedişat. Azərbaycanın siyasətə qarışan, qarışmayan, özün ziyalı hesab eləyən hər kəsi bu tendensiya önündə səs çıxartmağa çağırıram və xatırladıram ki, bu təkcə siyasətçilərlə bağlı olan məsələ olmayacaq. O Cəbrayılda, Laçında şikayət edən adamların ki, öz dilindən deyirdilər, ağlım başımda olmayıb, əsəbi olmamışam. Bax, o janr hamıya tətbiq olunacaq. Sən sudan şikayətlənəcəksən, otdan şikayətlənəcəksən, yoldan şikayətlənəcəksən, havadan şikayətlənəcəksən və bu hökumətin xətrinə dəyəcəksə, səni başı xarab kimi götürüb həbsxanaya sala biləcəklər. Qənimət bəy, mən icazənlə bu məsələnin bir geniş aspektinə də toxunmaq istəyirəm. Çünki Azərbaycan hakimiyyəti nail ola bilib ki, Azərbaycan insanlarının da bir qismi olub könüllü dövlət təhlükəsizlik xidmətinin, polisin dəstəkçisi nə baxımdan? Bir dənə hadisə olan kimi tutun bunu, cəzalandırın, asın bunu, tutulmalıdır, bu adam dəlidir, dəlixanada yatmalıdır. Dostlar, bu proqramda da, başqa yerlərdə də mən deyirmişəm. Cəza dövlət idarə etmək üçün bir vacib instrumentdir. Amma dövlət tək cəza ilə, cəzalandırılma ilə idarə olunmur. Nə bilim, avtobusda kimsə dəlilik eləyir, baş xarablıq eləyir. Dərhal, yəni bu adamlar hamısı yapıcı falan deyil. Sadəcə hökumət konstruksiyanı, beyin yuma proqramın elə şiddətli aparıb ki, adamlar özləri də istəmədən hökumətin dəyirmanını su tökməklə məşğuldurlar. Tutun, öldürün, asın, cəzalar sərtləşdirilməlidir. Qardaşlar, ölkədəki idarə etmə, insanların həyat şəraiti dəyişmədikcə, biz cəzaları indikindən 100 dəfə artırsaq da, şiddətləndirsək də, bizim həyatımıza rahatlıq gələ bilməz. Bizim keçmişimiz də, başqa dövlətlərin də o sərt cəza verilən dövrləri olub. Adamları şaqqalayıblar, əllərini kəsiblər, gözlərinə qurğuşun töküblər. Amma o cəmiyyətlər bir rifaha çata bilməyib. Yəni təkcə cəzaların ağırlaşdırılması ilə cəmiyyət bir yerə çata bilməz. Sən insanı ac saxla, aclığa məhkum elə. Yəni onun fiziki qüdrəti var, ağlı var ki, öz əməyi ilə özü üçün çörək qazansın, amma o imkanı ona vermə. Gözünün də qabağında həmin insanın gözünün qabağında da bir ziyafət süfrəsi aç. Oradan oğurluq eləməyə məhkumdur. Uğurlayacaq və sən onun uğurluğuna görə qınaya bilməzsən. Çünki o şəraiti sən özün yaradıbsan. Cinayətkar mühiti özün yaradıbsan. Mən səbirli dostlara, kitab oxumaqla hələ də həvəsi olan dostlara bax bu kitabı məsləhət görürəm. Bu fransız mütəfəkkir Michel Foucault'un Həbsxananın doğuşu əsəridir. Türk dilində, rus dilində, müxtəlif dillərdə var. Azərbaycan dilinə çevrilməyib. Niyə görə bunu deyirəm? Bunu göstərirəm dostlar. Bu və dəliliyin tarixinə aid digər kitabdır, o yazı. Və dövlətlərin insanları damğalayıb, dəli adı qoyub, onun normadan, özlərinin müəyyən elədiyi normadan kənara özləri üçün müəyyən eləyirlər, normalar, standartlar müəyyən eləyirlər, İlham Əliyev kimi. Məsələn, şikayətlənmək, həyatından gileylənmək sənin psixikon pozuntusu deməkdir. Və həkim komissiyası yaradırlar, göndərirlər dəlixanaya. Michel Foucault da Fransa tarixinin, keçmişin sənədlərini araşdırmışdı və göstərmişdi ki, hakimiyyətlər bundan sui-istifadə edir. Necə? Yəni göstərir ki, 16-cı, 17-ci əsrdə bizim zır dəli dediyimiz adamlar normal şəkildə cəmiyyətin içərisində yaşayıb. Normal şəkildə dediyim nədir? Məsələn, onlara hətta bəzən müqəddəs adam kimi baxıblar. Cəmiyyət onlara mərhəmətlə nəzər salıb. Elə ki, standartlaşma gəlib. Deyiblər ki, məsələn, küçədə paltarın qabağı gəzmək, açıq gəzmək dəlilikdir. Biraz qışqırmaq dəlilikdir. Bu cəmiyyətdə yaşaya bilməz. Və bu adamları götürüb salıblar əvvəlcə hospitallara, ağır müalicələr onları tətbiq eləyiblər, şiddət tətbiq eləyiblər. Onunla da effekt verməyəndə gəmilərə doldurublar, azdırıblar və ağırlaşdırıblar. Və Michel Foucault da buna qarşı çıxırdı ki, adamların üzərinə belə yarlıq yapışdırıb, onları sən dəlisən, sən ağıllısan demək olmaz. Əgər bir insan cəmiyyət üçün
qorxulu bir fəlakət yaratmırsa, bir yeri yandırmırsa, dağıtmırsa, onun davranışı bizimkindən fərqlənirsə, biz ona dəli adı qoya bilmərik. Biz özümüz də müəyyən məqamda, müəyyən mənalarda dəliyik. Buna görə insanları yargılamaq, gözüm çıxdıya salmaq, tədric etmək olmaz və Hamı buna bir-birindən görə fərqlənirsə bu o demək deyil ki, hamı dəlidir. bəli, bütün diktatura rejimlərinin Qəniymət bəy bu standartıdır da, yanaşmasıdır. Özləri üçün bir standartlar müəyyən eləyirlər. Oradan kənara çıxırsansa dəlisən. Mənim yadımdadır, mən onu bizə tədris eləmədilər. Amma mən o kitabı görmüşdüm. Sovet dövrünün axırlarında, bu perestroika dövründə ailə və nə bilim nə adlı bir dərslik çıxartmışdılar. Və orada standartlar müəyyən eləmişdilər ki, Sovet gənci necə olmalıdır? Kişisi, qadını. Və orada yazmışdılar ki, məsələn, belə gülməlidir, saçın belə daramalıdır, geyimi belə olmalıdır. Yəni insan, hər bir insan individualdır. Onun hamısını inkubator cüzəsi kimi bir standarta salmaq olmaz. Mədəni dünya artıq bundan imtina eləyib. Qəniymət bəyin də, mənim də yaşadığım Avropada bizim anormal gördüyümüz ki, insanlar var. Onları heç kim nə məcburi, heç bir şəkildə gəlib götürüb belə deyək, dəlixana deyirik də, biz əslində dəlixana deyirik psixiatrik mərkəzlərə, apara bilməz. Heç kimi məcburi, öz könüllü iradəsi olmadan hər cəmiyyətin həyatı üçün ağır, təhlükəli vəziyyət yaratmırsa, o vəziyyətə, belə zindana salmaq olmaz. Bütün bunları yekunlaşdıraraq onu demək istəyirəm ki, qanunun təqdimatına çox bərbəzək verə bilərlər. Bizi də belə yoldan çıxara bilərlər ki, hə, dəli adamlar var, baş xarab adamlar var, ictimai yerlərdə bizə narahatlıq verir. Biz narahatlıq verə bilər, amma biz, o da individdir, o da fərddir, onun da yaşamaq hüququ var. Mən hələ bizim dırnaqarası dəli kimi gördüyümüz insanları deyirəm. Sən xətrəyə dəymirsə, qışqırır və yaxud da başqa cür geyinirsə, bunları biz hökuməti alqışlamaqla, hakimiyyəti alqışlamaqla, soxun bunları həbsxanaya, dəlixanaya, özümüz, öz gələcək qaranlıq günlərimizə qol çəkmiş oluruq. Bilməliyik ki, hökumətin, hakimiyyətin düşündüyü bu qanun layihəsi cəmiyyətin daha da buxovlanmasına, söz azadlığının, ifadə azadlığının, ümumiyyətlə fərqli yaşam tərzi seçmək azadlığının məhdudlaşdırılmasıdır. Axmaq bir diktatura əməlidir və biz buna qarşı çıxmalıyıq. Azərbaycan hakimiyyəti, Azərbaycanı idarə edən hakimiyyət vətəndaşların həqiqətən güzaranını düşünürsə, onlardan oğurluq eləməməlidir. Korrupsiyaya yol verməməlidir. Yalanı, yaltaqlığı, rüşvətxorluğu dövlət idarə etmə formasına çevrilməməlidir. Ədaləti qorumalıdır. Polisi, hüququ, məhkəməsi qanunla işləməlidir. Əsl debillik, dəlilik budur. Özünə mədəni bir qiyafə verib, qalstuk taxıb, kostyum taxıb, insanların, qocaların, uşaqların, yetimlərin pulunu oğurlamaq, onların haqlarına əl qoymaq. Təbii, amma hər halda bu qanunu dəyişiklik ümumiləşdirsək belə çıxır ki, həm repressiyaları daha kütləviləşdirməkdir, cəmiyyətin içərilərinə doğru aparmaq üçün hüquqi əsas yaratmaqdır, həm qorxunu kütləviləşdirmək üçündür, həm də açığı repressiyaların bəzi növlərini malalamaq üçündür. İndi onsuz da Azərbaycan bütün Avropa miqyasında ölkə həbsxanalarındakı dustaqların sayına görə Avropa lideri, ikincisi olan ölkədir. Birinci yerdə Türkiyədir, ikinci yerdə Azərbaycandır. Azərbaycanda hər 100 min nəfərə 271 dustaq düşür. Normal ümum Avropa orta göstəricisi hər 100 min nəfərə 110 nəfər olmalıdır. Səhv eləmirəmsə, indi real odur. Amma Azərbaycanda 271 nəfər, faktiki olaraq 2.7 dəfə artıq. Hamını da həbsxanaya soxanda bu tərəfdən gəlir, belə partlayış verir, belə statistik partlayış verir. Mənə gəlir ki, ona görə, həm də ona görə bunlar hesab edirlər ki, hamını həbsxanaya soxmayaq, kimisə də dəlixanaya soxaq, kimisə də belə dəli kimi sənədləşdirək. Etibardan salaq, üstünə bir yarlıq yapışdırırıq ki, bu dəlidir, həkimdən kağızı da. Bəli, bir var indi siyasi dustaqların bütün hallarda cəmiyyətdə müəyyən ağırlıqlı olaraq hörməti olur, hörmətli adamlara çevrilirlər. Hamı bilir ki, bu şəhərlənib həbs olunub.
Biraz da nüfuzları artır. Ama bu kleymoyla, bu yarlıqla eyni zamanda onu nəzərdə tuturlar ki, yəqin ki, ya bu cür adamlar cəmiyyətdə həm nüfuzu, həm etimadı çox ciddi şəkildə zədələyə bilərlər. Amma Əhməd bəy, repressiyalardan nə qədər müxalifətçiləri, sənin qardaşın, mənim qardaşım daxil olmaqla vaxta qədər nə ilə tuturdular? Yəni bu hətta siqaret çəkməyən dindarları, müxalifətçiləri narkotik istifadə, narkoman kimi tutmurdular. Yəni bunu düzüb qoşmaq biraz çətin idi də. Çətin deyəndə ki, biraz əziyyəti çox idi hökumət üçün ki, narkotiki tapıb qoymaq lazımdır, ekspertiza, şahid filan. Amma psixik pozuntunu müəyyən eləməkdən ötürü o dərəcədə ansambl yaratmağa ehtiyac yoxdur. Bir dənə vicdansız həkim komissiyasının qərarı kifayət eləyəcək ki, bu adam dəlidir. Siz görürsüz ki, bu normal təəssürat bağışlayır, amma həkim rəyi var. Həkim komissiyası qərar verib ki, bu adamın əqli mühakiməsi yerində deyil. Vəssalam, yəni kütlənin də çox zaman hər şeyin incəliyinə, dərinliyinə getmək marağı yoxdur. Axı deyəcəklər, filan kəsin həkimdən kağızı var, dəlidir. İndi danışır da, fikir vermir. Hə, tamamilə doğrudur. Tamamilə doğrudur. Mən repressiyalar demişəm. Bu günlərdə bəzi bəlkə bir çoxlarının nəzərindən qaça biləcək məhkəmə prosesləri var. Bu biri İmişlidə Vüqar Qədirovla bağlıdır. Vüqar Qədirov Qarabağ qazisidir. Onu tutmuşdular Əli Kərimlinin üzünə qoymaq üçün, Əli Kərimliyə qarşı saxta yalan ifadələr almaq üçün cəbhəsidir. Təbii ki, o bundan imtina elədi. Buna qətiyyən razı olmadı. Ona görə də bir silah atdılar, tutdular. İndi adam beynində qəlpə gəzirir. 1-ci Qarabağ qazisinin və 1-ci Qarabağ müharibəsinin qazisidir. Mərmi var, başında da, bədənində də bir neçə yerdə var. İndi buna silah atıblar. Orada hətta itham olunduğu maddə maksimum 3 ildir. Prokuror ona humanisi eləyib 2 il 10 ay tələb eləyib. Məhkəmənin görəhinə qərar verəcək. Namizəd Səfərovun məhkəməsi başlayıb. Orada da çox dəhşətli belə heç nə ilə uyğun gəlməyən bir şey var da. Deməli, bir qadın tapıblar. Güya Namizəd Səfərov bundan 50 min, 53 min də nə qədərsə buna yaxın məbləğ alıb ki, mən səni işə düzəldəcəm hardasa. Qadın da savadsızdır, heç bir təhsili yoxdur. Təsəvvür edirsiniz, bu işi düzüb qoşan adamlar xəstədirlər, psixik xəstədirlər və dəlirlər. Bu işi düzüb qoşan adamlar ki, yaxşı, orta təhsili, bəlkə də orta təhsili var və yaxud natamam orta təhsili var olan bir adamın hansı işə düzəldilməsi mümkündür ki, ondan ötürü 50 neçə min manat sən rüşvət alasan və yaxud rüşvət alınmasında vasitəçilik eləyəsən. Normal sağlam ağla yerləşə biləcək bir şey deyil də. Hansısa bir orta təhsilli adamın və yaxud bir daha təkrar edirəm, natamam orta təhsilli adam da ola bilər. Hansısa bir işə düzəlmək üçün 50 min manat rüşvət verməsi ehtimalı belə dəlilikdir. Nə ola bilər də? Nəyə iddia eləyə bilər ki, adam heç bir təhsil olmayan bir adam hansı vəzifəyə iddia eləyə bilər ki, onun üçün 50 min manat versin? Uzaqbaşı, nə bilim, bu qaz idarələrində falan da orada jekdə iş istəyə bilər. Onun da rüşvəti də maksimum 2-3 min olur da, 4-5 min olur məsələn, ondan artıq ola bilməz. Namizəd Səfərovun da məhkəməsi bu baxımdan belə maraqlı bir proses olacaq deyə düşünürəm. Və ölkənin bir nömrəli siyasi bustağı Əli Kərimlinin ətrafında çox ciddi bir negativ proses yaradılıb. Təcridxanada dəyərli izləyicilər, Natiq və bu barədə ətraflı danışar, amma mən ən son məlumatı əlavə edeyim ki, bugün həyat yoldaşı onunla görüşməyə getməli idi və getdi. Bakı vaxtı ilə saat 15-də. Amma görüş yenə də vermədilər Əli Kərimliyə. Nədən qəzəblidirlər? Müdafiə Komitəsinin bu məsələ ilə bağlı bugün də bəyanatı yayıldı fərqli dillərdə, o cümlədən əlbəttə Azərbaycan dilində sosial şəbəkələrdə baxarsınız. Əli Kərimlinin ətrafında yaradılmış bu gərginliyin əsas motivləri nədir? Nədən hirsləniblər? Nədən qəzəbləniblər? Natiq bəy, hər halda sizdə bu barədə ətraflı məlumatlar var. Bəli, təşəkkür edirəm Qənimət bəy. Əli Kərimlinin hətta həbsxanada
bəy şəraitində yaşayardısa, o ona qarşı zülmdür. Təkcə Əli Kərimin yox. İstənilən günahsız insanın, kriminaldan uzaq insanın bir saat, bir gün azadlıqdan məhrum edilməsi ona qarşı ağır cinayətdir. Azərbaycanın Cinayət Məcəlləsində də buna görə ağır maddələr var. Bir insanı günahsız yerə cinayət olmadan azadlıqdan məhrum etmə. Və mən əminəm, bir gün gələcək, bütün bu sifarişli qərarlara imzasını atan prokurorlar, hakimlər İlham Əliyev kimi məhkəmə önündə və xalqın önündə dayanıb cavab verməli olacaqlar. Yəni işin orasından başladıq ki, Əli bəyin həbsinin ilk saatlarından o zülmlə üzləşib, ədalətsizliklə üzləşib. Amma son günlər baş verənlər nədən ibarətdir Qənimət bəy? Təəccüblü olmadı ki, Azərbaycan hakimiyyəti Frans 24 nəşrində Əli Kərimlinin müsahibəsini ağılla yox, vəhşi, heyvani instinktlə cavabladı. Əli bəyin Frans 24 holdingində müsahibəsi yayımlandı və hörmətli tamaşaçılar üçün xatırladım ki, bu sıradan bir nəşr deyil. Frans 24 beynəlxalq auditoriya üçün nəzərdə tutulan çox etibarlı, samballı bir nəşrdir. Dünyanın 24 ölkəsində yayımlanır, müxtəlif dillərdə, ingilis, fransız, ərəb, rus və s. Və müsahibənin həm təqdimatı, həm mahiyyəti İlham Əliyevin müxalifətə qarşı, xüsusən Əli Kərimliyə qarşı quraşdırılmış ittihamı darmadağın edirdi. Nəyə görə deyirəm bunu? Siz o müsahibəni oxumusunuzsa, təqdimatda Əli Kərimli, yəni redaksiyanın mövqeyi budur ki, demokratiya uğrunda, avtoritar rejim uğrunda, KGB generalının qurduğu, Heydər Əliyevin qurduğu sistemə qarşı ardıcıl mübarizə aparan müxalifət lideri kimi təqdim olunub. Bu bir tərəfdə İlham Əliyev necə göstərir Əli Kərimlini? Dövlət çevrilişi edən, qeyri-qanuni çevrilişə cəhd göstərən və Rusiyanın adamı kimi. Bu beynəlxalq mətbuatda, qərb mətbuatında gedən təkcə bu təqdimat İlham Əliyev hakimiyyətinin illərlə əziyyət çəkdiyi, qurduğu oyunu darmadağın edirdi. Və o müsahibənin içərisində də Əli Kərimlinin fikirləri, jurnalistin verdiyi suallar İlham Əliyevin quraşdırdığı ittihamlara 0,1% də belə meyl salmamışdı ki, bəlkə Əli bəy, sən həqiqətən Rusiyanın adamsan, bəlkə həqiqətən sənin filan sözün, filan əməlin, filan vaxt verdiyi bəyanat axı bu ittihamı biraz gerçəkliyə bənzədir. Yox idi belə fikir. Birbaşa olaraq jurnalist heyət üçün, auditoriya üçün və o holding üçün aydın idi ki, Əli Kərimlinin həbsi qondarma bir şeydir. Bu niyə görə əhəmiyyətlidir dostlar? Niyə görə bunun üzərində çox dururam? Qənimət bəy bu işin ustadıdır, o daha yaxşı bilər, danışar da. Beynəlxalq nüfuzlu nəşrlər həmişə neytral qalır. Onlar mövqe qoyanda çox 100 dəfə ölçüb bir dəfə biçirlər. İstənilən adam haqqında, istənilən hadisə haqqında, xüsusən kənar bir ölkənin siyasi liderindən gedir. Çox ehtiyatkar mövqe bildirirlər. Çalışırlar ki, tərəf kimi göstərməsinlər. Ölçürlər, biçirlər, araşdırırlar. Ondan sonra redaksiya mövqeyi kimi bir yazıları olur və yaxud da bir çıxışları olur. Qərb mətbuatı artıq bu məsələni həll edib. İlkin dövrlərdə bəlkə də müəyyən tərəddüdlər falanlar var idi. O da tərəddüdlər Əli Kərimli ilə şübhə ilə bağlı deyildi. Onların peşə borcudur ki, dərhal məsələn bizim kimi çıxıb demirlər. Haqq nədir, nahaq nədir? Vaxt alır, araşdırırlar və s. Bunun biri Frans 24-də bu müsahibə idi və bundan əvvəl də Le Monde qəzetində Əli Kərimlinin köşə yazısı getdi. Tribuna başlığı, yarım başlığı altında. Yəni Le Monde dünya siyasətinə yön verən bir qəzet Əli Kərimliyə tribuna verdi. Bilirsiniz bu nə deməkdir? Azərbaycanda bütün tribunaların bağladığı Əli Kərimlinin, Azərbaycan hökumətinin bağlamaq istədiyi Əli Kərimlinin evində, meydanlarda, televiziyalarda
həbsxana divarları arasından Lemon kimi nüfuzlu nəşrdə tribuna qazandı. Və heç şübhəsiz ki, Qənimət bəy bu Azərbaycan hakimiyyətini hiddətləndirən bir fakt idi. Onların verdiyi reaksiya bir tərəfdən başa düşüləndir. Çünki bunlar ağılla dediyimiz kimi ölkəni idarə eləmək istəmirlər. Zopa ilə, zorla idarə edirlər. Və Əli bəyə də bu dediyim məsələlərdən sonra təzyiqlər başlanıb. Əli bəy özü xaraktercə öz problemlərin qabartmaq xoşlamayan insandır. Ən kritik məqamlarda bəzi şeylər deyə bilir. Məsələn, bizim onun dostları, əqiddaşları bilir ki, bu dövrlərdə 10 illiklər boyu ona qarşı Azərbaycan hakimiyyəti hansı əzlaflıqları, namərdlikləri eləyib. Əli Kərimin onların 10da birində heç ictimailəşdirilməyib. İndi isə vəziyyət başqa cürədir dostlar. Əli Kərimini deməli Müdafiə Komitəsinin bəyanatında da görəcəksiniz. Yenə də onun orada bu müsahibədən sonra üzləşdiyi çətinliklərin hamısı ifadə olunmayıb. Əli Kərimli bunu hələ ki məqbul bilmir, amma bir neçə faktı sizinlə bölüşüm. Birincisi deyildiyi kimi ailəsi ilə telefon danışığına qadağa qoyulub. Bu da həm qanunsuzdur, həm vicdansızlıqdır. Məhbusun belə bir hüququ var. Düşmənçilik eləyəndə də bu hüququ onun əlindən almaq olmaz. Azərbaycan hökumətinin terrorist dediyi Vardanyana hər həftə şərait yaradırlar. O ailəsi ilə telefonla danışır və o telefon danışıqları YouTube-a qoyulur, yayımlanır. Əli Kərimlinin isə qısa açıqlamalarına ailəsinə bunlar dözə bilmirlər. Mən qətiyyən o düşüncədə deyiləm ki, Vardanyanın da Vardanyan idi də Qənimət bəy o milyonerin adı, düzdürmü? Mən demirəm ki, ona da Əli Kərimli kimi yanaşsınlar. Onun da hüququ əlindən alsın. Danışmasın. Yox. Biz özümüzü mədəni dünyanın hissəsi, tərkib hissəsi kimi özümüzü aparmalıyıq. Həm düşüncələrimizdə, həm rəftarlarımızda. Məhbusun hansı hüquqları qanunda göstərilibsə, onlara əməl olunmalıdır. Ermənidirmi, gürcüdürmü, Azərbaycanla da bunun aidiyyəti yoxdur. Biz sadəcə onu tələb edirik ki, Vardanyan üçün terrorçu dediyin, Azərbaycan balalarını qırmaqda ittiham elədiyin insan üçün yaratdığın şəraiti canın çıxıb Əli Kərimli üçün də yaratmalısan. Bu hüququ heç kim məhdudlaşdıra bilməz. Və heç kim də düşünməsin ki, Əli Kərimli bu məhdudiyyətlə cəbhəçilər dayanacaq, susacaq. Əli Kərimlinin müsahibələri də davam eləyəcək. Onun dostları da bugün danışdığından daha çox danışacaq, daha təsirli danışacaq. Beynəlxalq təşkilatlar da, qəzetlər də indikindən daha çox diqqət ayıracaq Əli Kərimlinin məsələsi ilə bağlı. Sizin elədiyiniz hər böyük pozluq bumerang kimi özünüzə dəyəcək. Ya Əli Kərimlidən canınızı qurtarmaqdan ötürü onu orada öldürməlisiniz, amma bu da sizin başınıza bəla olacaq. Çünki Əli Kərimli bir şəxsiyyət kimi bizim üçün çox dəyərlidir. Missiyası böyük roldur, çox ucadır. Amma Əli Kərimli təkcə öz şəxsi xarakterinə görə Əli Kərimli olmayıb. Onun dediyi fikirləri təkrarlayacaq, deyəcək, o yolu davam elətdirəcək çox sayda insanlar, şahidlər var və Azərbaycan hakimiyyəti onların hamısı ilə haqq hesab çəkə bilməz. Qayıdıram məsələnin texniki tərəfinə ki, tamaşaçılar bilsin ki, bunlar Azərbaycan hakimiyyəti necə çirkin bir yola qədəm qoyub. Həbsindən sonra Qənimət bəy Əli Kərimli 3 nəfərlik kamerada saxlanılırdı və onun o kamera yoldaşları, mən detallara getmək istəmirəm, çünki Əli bəy bunu məqbul bilmir. Əli Kərimli ilə daban-dabana zidd olan bir insanlar idi və ağır cinayətə yol vermiş insanlar idi. Dünya görüş baxımından. Dünya görüş baxımından söhbətləri alınmayan fərqli bir insanlar idi. Məhz Əli bəyə mənəvi işgəncə vermək üçün o adamları gətirib salmışdılar. Sonra onlar uzaqlaşdırıldı, bilmirəm, etap olundular, nə oldular? Əli Kərimli ayrıca qalırdı və bunu da istəyirdi. Normalda siz baxarsınız, Əvəz Zeynalının özünün bir çıxışı var. Deyir, məni tək saxlayırdılar. Bir müddətdən sonra mən bu təkliyə dözə bilmədim. Yəni, qəbul eləyə bilmədim. Özüm israrla tələb elədim ki, mənim yanıma adam salsınlar. Ondan sonra Əvəz Zeynalının yanına adam salırlar. Əli Kərimdə vəziyyət başqa cürdür. Əli Kərim tək qalmaq istəyir.
və bu da onun haqqıdır. Bir müddət, qısa bir müddət o tək yaşadı. Bu dediyimiz söhbətdən sonra həbsxana rəhbərliyi birbaşa ifadə eləyib öz narahatçılığını Əli Kərimlinin həbsdən verdiyi açıqlamaları, müsahibələrə narazılıqlarını ifadə eləyiblər. Amma Əli Kərimli göndərdiyi mesajda bildirirdi ki, bu tədrisxana rəhbərliyinin, oradakı nazorun və yaxud da DTX rəhbərliyinin şəxsi təşəbbüsü deyil. Bu göstəriş birbaşa İlham Əliyevdən gəlib. Birbaşa İlham Əliyevin göstərişin onlar icra edirlər. Ondan sonra Əli Kərimlini yenidən yanına 2 başqa adam salıblar. Bu adamlar haqqında biz pis heç bir şey demək istəmirik. Sadəcə demək istəyirik ki, bu adamlar Əli Kərimli ilə heç bir ortaq nöqtəsi olmayan insanlıqdan başqa bir insanlardır və onların orada olması Əli Kərimli üçün ciddi bir problemlər yaradıb. Detallarını vermirik. Adam yata bilmir. Yuxu rejimi pozulub. Çünki onların həyat tərzi, gündəlik rejimləri elədir ki, Əli Kərimliyə yatmaq imkanı verilmir. Eyni zamanda televiziyanı oradan götürüblər. İndi cəza çəkmə sisteminin detallarından, yeniliklərdən xəbəri olmayan vətəndaşlar üçün təəccüblü gələ bilər ki, həbsxana hara, televiziya hara. Biləsiniz ki, bir son 10 ildir, 15 ildir, 10 ildən biraz çoxdur ki, həbsxanalarda, izolyasiya məntəqələrində televiziya məhkumun hüququdur və hamısında var. Binəqədi, Balaxanıdan tutmuş, Kürdəxanadan tutmuş Şüvalana qədər, bəli. Hamısında bu var. Əli Kərimli bundan da məhrum ediblər. Yəni belə ki, heç bir informasiyalanmasın da. Heç bir yəni ailəsi ilə danışmaq imkanları verilmir. Vəkillərin mən ora informasiya daşımaq imkanları var. Ona da məhdudiyyətlər gətirib, indi mən vəkillər bu barədə danışmadığına görə mən detalları bilmirəm. Yəni insanı sözün hərfi mənasında izolyasiya eləyirlər. O tədrisxananın içərisində bir tədrisxana yaradırlar ki, Əli Kərimli orada əzab görsün. Bütün bunlar hamısı qanunsuzluqdur, vəhşilikdir. Bu Azərbaycan tarixinə düşür. O işi eləyənlər, o əmri icra eləyənlər bilməlidir ki, onlar nə qədər əmr qulu olsalar da, şərin çiçəklənməsində, ayaq tutmasında rol alırlar. Əli Kərimli kimi bu böhtana məruz qalan çox sayda azərbaycanlı olub. Sovet murdar repressiyalar zamanında, Heydər Əliyev zamanında, İlham Əliyevin zamanında. Əli Kərimli orada qalmayacaq. Əli Kərimli oradan azad olacaq və Azərbaycan da azadlığa qovuşacaq. Və bu murdarlıqlar, bu alçaqlıqlar sizin üzərinizdə əbədi qalacaq. Və buna görə cavab verilməli olacaqsınız. Hünəriniz çatırsa, Əli Kərimli burada nə bilim neçə kvadrat metr Arif bəy bilər də 7-8 kvadrat metrlik bir tədrisxanaya salıbsınız. O orada sözü ilə, məhdud sayda söz və fikirləri ilə sizə qarşı mövqe göstərir. 700 minlik yapınızı səfərbər eləyin, 125 deputatlarınızı səfərbər eləyin, nə bilim trollarınızı. Əli Kərimlinin sözünə qarşı hünəriniz çatırsa, sözlə cavab verin. Bu hozluqla dediyim kimi nə Əli Kərimlinin ifadə elədiyi ideyaları söndürə biləcəksiniz, dayandıra biləcəksiniz. Nə də Əli Kərimlini sevən, onun yolun gedən, eyni yol yürüyən insanları. Bu qabalıqdır, heyvərəlikdir, dayandırılmalıdır və biz əlimizdən gələni eləyəcəyik ki, Azərbaycan hakimiyyəti bu səhv yolundan geri dayansın. Mən açığı, mən həm də onu əlavə eləmək istəyirəm ki, doğrudan doğruya bu İlham Əliyevin qorxusundan bağlıdır, həm də qorxu ilə bağlıdır. Yəni Əli Kərimli hansısa beynəlxalq nəşrdə bir müsahibə verdi. Tamam, bilirlər ki, bu nə qədər nüfuzlu nəşrdir. Yeri gəlmişən İlham Əliyevin özünün də həmin o Fransa 24-də 2 ay əvvəl bir müsahibəsi getmişdi. İndi Milli Məclisin bir hibrid təxribatlara qarşı komissiyası falan adından açıqlama yaydılar ki, bu peşəkar media etikasına ziddir, bir tərəfli qaydada var. Yəni İlham Əliyevdən onlar müsahibə alanda o müsahibəni səslənən fikri dəqiqləşdirmək üçün Əli Kərimliyə və ya bir başqasına müraciət etməmişlər ki, müsahibə janr etibarıyla hansısa kənar müdaxilədən kənarda dərc olunur. Əli Kərimlinin də müsahibəsindəki səsləndirdiyi fikirlərin, bunların həmin bu deputatçıqların məntiqinə görə
müsahibəni dərc eləyəndə gərək tez-tez ora müdaxilə eləyəydilər ki, məsələn, başqa analitik düşüncəyə görə belədir, başqa ekspertə görə belədir kimi. Belə. Amma hər halda qorxu ilə bağlıdır. Qorxurlar Əli Kərimdən. Artıq bu həbsindən sonra, həbsindən bir müddət əvvəl də açığı başlamışdı bu Əli bəyin beynəlxalq mediada çox Əslində elə həbsi də tətikləyən oldu. Müsahibələrin, məqalələrin Economistdən tutmuş, Spiegelə qədər müsahibələr getdi. Beynəlxalq 4 beynəlxalq tədbirə Əli Kərimli dəvət etdilər beyin mərkəzləri və əslində həbsi tətikləyən amillərdən biri də bu. Adamın tamam ölkə siyasətində Əli Kərimli təslim olmayan bir partiyanın lideri kimi tanınır. Bilirlər ki, hamı təslim oldu, hamı getdi, hamı konfigurasiyalaşdı, amma Əli Kərimli təslim olmur və təslim olmayan bir partiyanı təmsil edir. Ondan da təbii ki, çəkinirdilər. Eyni zamanda son, mən deyərdim, 2 il ərzində Əli Kərimlinin beynəlxalq nüfuzu da çox ciddi sürətlə artırdı. Ona görə də qorxdular hər halda və bu bölmənin əvvəlində dedim ki, bugün onun ailəsi ilə növbəti görüşü idi və görüş hüququndan da məhrum etdilər. İndi bu nə qədər çəkəcək mən bilmirəm. Məhrumiyyətlər hər halda vardı. Sovqat qəbulunda problem yaradıblar, informasiya qəbulunda problem yaradıblar. Qənimət bəy, çoxlu problemlər var. Sadəcə Əli bəy hələ ki onları işıqlandırmağı məqbul bilir. Hələ ki gözləyək. Qənimət bəy, bir bunların icazə verin, bir riyakarlığının və bir heyvərəliyinin hekayətdən danışım sizə. Qabaqlar tez-tez olurdu bu. Son zamanlar çox əvvəlki kimi israfla istifadə eləmirdilər. Belə bir tez olurdu. Məsələn, kimsə həbsə atırdılar müxalifətçinin və yaxud da müxalif qəzetin üzərinə hücum, jurnalistlərin üstünə hansısa bir həyasızcasına repressiya həyata keçirilirdi. Və əksərən vaxtlarda da İlham Əliyev ya tətildə olurdu, ya xaric səfərdə. Bunun malakeşləri, o dövrdə malakeş idilər, indi trolları. Başlayırlar cəmiyyətə belə bir söz atmağa ki, və heç də təsadüfi deyir ki, hər dəfə, hər ay bilirsiniz də, beynəlxalq konfranslar olur, Aşpanın iclası olur, Avropa Şurasının iclası olur, nə bilim, ATƏT-in toplantısı olur. Gündəlikdir də. Elə bir ay yoxdur ki, Azərbaycanın aidiyyatı olduğu beynəlxalq strukturlarda bir tədbir olmasın. Və banal bir sxemdən istifadə edirdilər. Bir, İlham Əliyev ölkədə olmayanda bunu hansısa bir Rusiya pərəst qüvvələr eləyib, hansısa jurnalisti tutub, müxalifətçini döyüb, jurnalistin üstünə hücuma keçib. İlham Əliyev xaricdə olanda bunu güya hakimiyyətin içərisində rus pərəstlər edirdi. Və məqsəd də bundan ibarətdir ki, Azərbaycanla bağlı hansısa bir müzakirə olacaq idi. İlham Əliyev orada pis vəziyyətə salmaqdan ötürü hökumətin daxilində olan mafyozlar, Rusiya pərəstlər qəsdən demokratiya üzərinə hücuma keçiblər ki, bax ha, İlham Əliyev gedib orada sabotaj çətinə düşsün. Bu riyakarlığı Əli Kərimli nümunəsi gözəl şəkildə ifşa edir. Hələ bir ay bundan əvvəl bəlli idi ki, iyunun 24-ü, 26-sı ortalığında Avropa Şurasında Azərbaycandakı siyasi məhbusların məsələsi müzakirə olunacaq. Azərbaycana qarşı sərt qətnamə layihəsi hazırlanıb. Orada Əli Kərimli daxil olmaqla digər siyasi məhbusların həm şərlənməsi, həm saxlanma şəraiti qeyd olunub, tənqid olunub və Azərbaycan hakimiyyəti də belə bir şəraitdə məhz İlham Əliyevin göstərişi ilə siyasi məhbusların ilk sırasında olan, mən siyasi məhbusları kateqoriyaya ayırmaq istəmirəm, amma indi Əli Kərimli müxalifət lideridir. Əli Kərimliyə qarşı bu addımın atılması, onun saxlanma şəraitinin çətinləşdirilməsi, yeni məhdudiyyətlərin gətirilməsi bir də onu göstərir ki, bütün bu pisliklərin başında İlham Əliyev durur, özü durur. Heç burada bir mücərrəd qüvvə, hansısa bir mafyoz dəstə axtarmağa ehtiyac yox. O biri tərəfdən bunların, yenə deyirəm, nə qədər siyasi instrumentlərdən istifadədə fəsad olduğunu, piyada olduqlarını göstərirlər. İndi 22-sindən yoxsa 24-ündə başlayacaq müzakirədə Əli Kərimlinin məsələsi əvvəl tutaq ki 5 balla orada
işıqlandırılacaq idisə, qabardılacaq idi. İndi olacaq 55. Və Bəli. bunu heç kim gözləməsin ki, daxili auditoriyanı ovutmaq üçün və yaxud da ora özlərini qəhrəman göstərmək üçün deyirlər, hə, qətnamələrdir filan da bunun bizə heç bir adiyyəti yoxdur. Zaman gələcək necə adiyyəti olduğunu hamı görəcək, İlham Əliyev də çox yaxşı görəcək ki, bu Azərbaycanın hakimiyyətinin elədiyi repressiyalara qarşı qəbul olunan qətnamələr var ha, onların təsir ediləcəyi, təsir göstəriləcəyi günü biz hamımız görəcəyik. Necə ki o Qarabağla bağlı qətnamələr qəbul olunurdu, BMT-nin və s. Bəziləri deyirdi, Azərbaycan hökuməti deyirdi ki, onlar hamısı kağız parçasıdır, bir əhəmiyyəti yoxdur. Amma müharibədən bizim yekun vurmağımızın təməlində onlar dururdu. Yəni o qətnamələr olmasaydı, bizim orada indi göstərdiyi fücaətdən, igidlikdən 50 dəfə artığını da göstərsəydi, o qələbə bizim əlimizdən alınardı. Onun bir təməlləri var idi və ona görə də Azərbaycan haqlı oldu. Bu rejimdə bu beynəlxalq vəziyyətin qarmaqarışıqlığı sahmana düşən kimi və Azərbaycanda demokratik hərəkət güclənən kimi o qətnamələrin, kağız parçası dediyi qətnamələrin hər birinə ayrı-ayrılıqda çətin cavablar verəsi olacaq. Əlbəttə, əlbəttə, mütləq və Qarabağ demişkən, mən istəyirəm mütləq o məsələyə toxunaq. Deputatlardan biri çox qəribə bir açıqlama vermişdi bu günlərdə. Sonra baxdım, həmin deputat 4-5 il bundan əvvəl də eyni açıqlamanı verib ki, tələbələri aparıb burada pulsuz işlətmək olar. Hə, Qarabağda ki, vətənpərvərlik falan bu yəqin kontekstində mənə qəribə gələn bir şeylər var ki, adamlar ya sadəlövdülər, ya adamlar dəlidirlər, ya adamlar ümumiyyətlə cəmiyyətlə öz aralarında rabitəni tamamilə itiriblər. Ya da sadəcə olaraq bilə-bilə kiməsə xoş gəlmək üçün belə mənasız və məzmunsuz açıqlamalar verirlər. 2021-ci ilin əvvəlindən 2025-ci ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərin bərpası layihələrinə təxminən 25-27 milyard manat vəsait ayrılıb və xərclənib. İndi mən niyə 25-27 deyirəm, 2 milyard balaca vəsait deyil. Çünki Azərbaycan hökumətinin statistikası və ümumiyyətlə bu özəlliklə də bu maliyyə sahəsində statistikası %100 şübhə doğurur. Orada inanılacaq şeylər çox azdır. Hər halda maksimum götürsək 27 milyard. Bu balaca məbləğ deyil də, 27 milyarddır da. Bir şeyin ki, buyur, adından o tərəfə milyard gəlir. O deməkdir, nəhəng pullardan söhbət gedir. Və bu qədər pulun xərclənməsinin nəticəsində nə yaranır? Təxminən 28 kənddə və qəsəbədə köçürülən adamlar məskunlaşdırılıb. Hökumətin öz statistikasına inansaq 5000 ailə və 15.000-ə qədər əhali. Yəni 5000 ailə o deməkdir ki, toplam 15.000 nəfər. Hər ailədə 2-3 nəfər olur. Və çox dedin, 15.000 yoxdur, mən baxmışam. Yox, mən hökumətin rəsmi statistikasını, orada müxtəlif mənbələrdə, o da yalançının yaddaşı olmaz, müxtəlif mənbələrdə müxtəlif cür göstərilir. Mən maksimalını göstərirəm. Ümumən yazılır ki, orada 50.000 nəfərə qədər adam var. Bunun ən çoxu 15.000 yerli sakinlərdir, qalan 35.000 orada işləyənlərdir. Bu 6 il ərzində, 5 il ərzində xərclənən pulun müqabilində görülən işdir. Bu 27 milyardın da rahat 17 milyardı mənimsənilib. Ən azı 17 milyardı mənimsənilib. Orada aparıb işlətdikləri adamların maaşını da vermirlər. Şirkətlərin də bir çoxunun ki, onlar subkodrat plan üsulu ilə tender götürürlər, sonra boğurlar, onların da ayrılan tenderlərin bir qayda olaraq belə bəlli bir hissəsi dərhal hakim ailəyə gedir, sonra Paşa Holdingin briqadirləri götürür, sonra o birisi başqa Paşa Holdingdən başqa hansısa böyük şirkətlər tender götürür, onlar Paşa Holdingə verirlər və özlərindən aşağı ötürdükləri o iş parçasına görə yenə iş verdikləri şirkətlərdən alırlar. İcraya çox az məbləğ yönəldilir. Ona görə də orada bir görsən ki, yağış yağan kimi hər tərəf gölməçi olur, kanalizasiya yoxdur, partlayır, dağılır.
Mən başa düşmürəm. Azərbaycanda işçi qüvvəsi yoxdursa, İlham Əliyev deyir axı bizdə işsizlik cəmi 5%-dir. Baxın bu dünyanın Rusiyadan tutmuş, nəm Ukraynaya, Moldovaya, Çeçenistana, Dağıstana, ora buraya, Dağıstandan bir nəfərə bugün İlham Əliyev dostluq ordeni verib. O da Mircəlal Paşayevin qaynatasıdır. Mircəlal Paşayevin? Mehribanın dayısı oğlu yoxdur, Mircəlal Paşayev. Hə, bildim. Paşaxul deyim də. Onun qaynatasına Qurban Qurbanov adlı bir nəfər də. Onlardan qız alıblar, evləniblər. Ona dostluq ordeni verib. Bunu elə bilə yeri gəlmişəm dedim. Hara baxırsansa, bir faciə xəbərləri çıxanda məlum olur ki, Moskvada onun Azərbaycanlıları vuruldu, dağıtdı. Ukrayna müharibəsində hər iki tərəfdən Azərbaycanlılar öldü. Dağıstanda Çeçenlər Azərbaycanlıları döydü. Nə bilim, Gürcüstanda Azərbaycanlılar Gürcüstan tikinti firmalarında Azərbaycandan gedən Azərbaycanlıları işlədib pulun vermirlər. Adamda elə təəssürat yaranır ki, Azərbaycanlıların sayı 10 milyon deyil, hardasa 100 milyondan çoxdur. Bunlar dünyanın hər yerində bu qara xəbərlərdə keçirlər. Yaxşı, bu ölkədə işçi qüvvəsi yoxdursa, bu qədər adam bu dünyaya hardan dağılıb? Əgər bu qədər adam bu dünyaya dağılıbsa, deməli siz bu xarabada bu adamlara iş vermirsiniz ki, bunlar maaş vermirsiniz ki, dağılıb. Yaxşı, tələbələri də aparıb orada ta ki 2-3 ay işlədəndən sonra neyniyəsiz? O 2-3 ayda onlar orada nə iş görəcəklər? Və nəhayət, Natiq bəyin laf əvvəldə dediyi kimi, doğrudan da bu korrupsiyanı eləyənlər bir tərəfdən də dəlidirlər də, onlara dəli demək lazımdır. Sən nə qədər, bax, bu uğurluğa, bu korrupsiyaya, bütün bu sxemə nə qədər içdən vurulmusan ki, içdən girmisiniz ki, ölkənin bu gənc bədbaxt tələbələrini də aparıb bura soxub havayı işlətmək istəyirsiniz ki, bunların da adına maaş yazaq, götürək qoyaq cibimizə. Dəhşət deyil. Bunun anlamı nədir? Yəni, bu normal ağıllı adam bu fikri, mülahizəni necə səsləndirə bilir? Qənimət bəy, Aqil Abbas yadınızda varsa bir dəfə müəllimlərə əlavə təyinat vermək istəyirdi ki, deyirlər dərsdən sonra Mən Aqil Abbasın əlini çəkmək bilirəm. Yəni mən deputat kimi danışıram da. Təbii. Yəni mənim hədəfim də Aqil Abbas ola bilməz. Və onun o çıxış elədiyinə görə özü dedi ki, mənim atama çoxlu pis sözlər deyirlər. İndi mən bu çıxışına görə onun atasına rəhmət oxuyuram. Onun atası ilə və yaxud da deyir kiminsə vəfat eləmiş adamı ilə bizim işimiz yoxdur. Və burada da əslində Aqil Abbası biz bir obraz kimi götürürük ki, hakimiyyət Azərbaycandan biridir də. Orada hamı belə düşünür, belə. Bəli, insanlarına necə baxır. Ora nə tələbələri, nə nökər naibləri və yaxud da Afrikadan immiqrantları yığıb aparmağa ehtiyac yoxdur. Orada əgər biz qayğılanırıqsa ki, o tikintilər sürətlə getsin və s. birinci sən dedin, bu rüşvət, korrupsiya tamahlarını biraz toxtatmaq lazımdır. Sementi, nə bilim, tikinti materialların az yeməlidirlər. O biri tərəfdən Qənimət bəy, həqiqətən böyük miqdarda pul ayrılıb. Onun mən sizə əmin eləyirəm, mən iqtisadçı falan deyiləm. Amma danışdığım dostlar var, yoldaşlar var, ekspertlər var. O dövlət büdcəsindən ayrılan pulun yarısını yerli əhali üçün ayırsınlar və standartlar da gözlərinə girən o standartlar da desinlər ki, məsələn, biz bu standartlarda ev istəyirik. Pulu versinlər, cəmaət keçsin öz evini tiksinlər. Dövlətin də üzərinə qalsın, ancaq o yaşa mərkəzləri, məktəblər, xəstəxanalar və s. tikmək. Və onunla da bu məsələni, bu məskunlaşma, tikinti, quruculuq məsələlərini həll eləmək olar. Amma mən Aqil müəllimin çıxışında o tələbələrin ezam olunmasını bir başqa yöndən belə baxıram ki, ümid eləmək istəyirəm ki, bu Aqil Abbasın həmişə qeyri-adi təkliflərindən biridir, öz şəxsi fikridir. Əgər hökumətdən gəlirsə, bu qorxuludur. Deməli, bunların həqiqətən də Qarabağla bağlı ciddi pul problemləri var. Nəzərə alaq ki, Qənimət bəy,
hökumət özü açıqladı ki, yanvardan üzü bəri Azərbaycanın iqtisadi artımı 0 olub. Bu da dünya elminə bizim yeni töhfəmiz idi də. 0 dəfə artım. Artı. Əslində bəy, orada %100 deyirəm. Orada minusdur, azalma var. Ölənlərin Azərbaycan statistikasının gör indi vəziyyət nə qədər sıfırda saxlayıblar. Qənimət bəy, tamaşaçılarımız bu məsələyə diqqət yetirsin. Bunlar saxtakarlığın atasıdırlar da, bütün sahələrdə. Və Azərbaycan hakimiyyətinin statistika ilə bağlı yanaşması belədir. Yaxşı bir şey varsa onu 50 dəfə artırmaq, pis nəsə varsa onu 50 dəfə azaltmaq. Deməli, bunlar 50 dəfə iqtisadiyyatı artırıblar, mənfiləri də 50 dəfə azaldıblar, onunla belə vəziyyət 0 alır. Sıfırda durən. Sıfırda. Görün vəziyyət nə qədər çətindir. Və ikinci bir məsələ Qənimət bəy. Tamaşaçılarımız bilməlidir ki, bir tərəfdən xoşbəxtlikdən, bir tərəfdə bədbəxtlikdən müharibə getdi, ağır müharibə. İran-İsrail müharibəsini nəzərdə tuturam, Amerika müharibəsi. Və buna görə Azərbaycan kefə düşdü. O baxımdan ki, neft büdcədə nəzərdə tutulandan hardasa 70-80% baha satıldı. Yanılmıramsa bizdə 65 dollardan nəzərdə tutulmuşdu barel. 110-115 dollara satıldı bu. 2 dəfəyə qədər olur ya artım. Və xeyli dərəcədə bu pul gəldi buna görə. Və o biri tərəfdən bu İranın ki hava sərhədi bağlandı, onun üzərindən olan uçuşların böyük əksəriyyəti gəldi Azərbaycandan həyata keçirildi. Bu da dövlətimiz üçün əlavə gəlirlər idi. Bütün bu gözlənilməyən gəlir yerlərinə baxmayaraq iqtisadiyyatımız 0 artıma nail olub. Rəsmi. Amma Qənimət bəy işarə elədiyi kimi nə mənfi 0? Mənfinin mənfisindəyik. Və bu müddətdə qonşularımız Gürcüstan və Ermənistanda ümumi daxili məhsul Gürcüstanda 8,3% olub, Ermənistanda 6,8%. Yəni bu onu göstərir ki, Qənimət bəy, vəziyyət həqiqətən acınacaqlıdır və bu acınacaqlı vəziyyəti bunlar aradan qaldırmaqdan ötürü ağla batan rasional bir şey fikirləşmirlər. Ancaq o fikirləşdiyi bu şəkildədir ki, nə bilim, tələbələri göndərək orada pulsuz işləsinlər, cərmələri artıraq dövlət büdcəsini dolduraq. Dövlət büdcəsinin cərmələrlə doldurulması ideyası və bunu israrla, inadkarlıqla həyata keçirilməsi ancaq Mikayıl Cabbarov və İlham Əliyev cütlüyünün ağlına gəlib. Dünyanın elə bir dövləti yoxdur ki, cərmələrlə bala başı saxlasın. Bilmirəm, bunlar, nə bilim, xalqın üzərində eksperiment keçirirlər, yoxsa iqtisadiyyatda yeni bir cığır açmaq istəyirlər. Yəni, insan nə qədər düşüncədən məhrum olmalıdır ki, bilməsin ki, bu xalqın yastığının altında o qədər pul yoxdur. Bunu bir yerə qədər cərmələyə bilərsən. Azərbaycan əhalisinin, hörmətli tamaşaçılar, rəsmi məlumatı deyirəm, mənim müxalifətçi, jurnalist kimi təxəyyülümün məhsulu deyil. MDV dövlətlərinin statistikası var, girib özünüz internetdən axtara bilərsiniz. Gürcüstan və Ermənistanı götürürəm, qonşularımızı. Mən Qazaxıstanı demirəm, Özbəkistanı, Rusiyanı, Ukraynanı, keçmiş Sovet ölkələrini demirəm. Bizim qonşularla iqtisadi, yəni məişət səviyyəsində müqayisəmizə baxın. Bizim banklara olan borclarımız əhalimizin qonşu ölkələrdən çoxdur. Dəfələrlə çoxdur. Gürcüstan və Ermənistanın əhalisinin 10.000 nəfər, 100.000 nəfərə başına düşən formada. Bankdakı sərvətləri bizimkindən çoxdur. Yəni, hətta rəsmi rəqəmlər göstərir ki, bizim iqtisadi vəziyyətimiz nə haldadır, necə acınacaqlı vəziyyətdədir. Və bu vəziyyəti görə günü-gündən cərmələri artırırlar, yeni tariflər müəyyən edirlər. İnsanların iş görmək öz təşəbbüsü ilə, imkanların monopoliya ilə, müxtəlif qanunlarla sıxışdırırlar. Məntiq, soyuq ağıl bunu dərk eləməyə çətinlik çəkir. Ancaq bunu belə ifadə eləmək olar ki, o Marks və Engels'in Komünist Partiyasının manifestində ki yazırdılar ki, burjuaziya özü üçün qəbir qazır. Ancaq İlham Əliyev o Mikayıl nə idi onun adı? Mikayıl Məmmədqulu ilə bir yerdə ancaq cəmaatı ona təşviq edirlər ki, çotan çəkənindən qoyun otararına qədər
bu cərimə, cəzalandırma siyasəti ilə hökumətə qarşı daha müxalif əhval-ruhiyyə köklənsin. Və bu mütləq öz cavabına gözlətməyəcək. Mütləq. Təbii bu iqtisadi sıxılma, nə bilim mən, cərimələr, tələbələri aparıb pul yerinə işlətmə, bütün bunların fonunda bu proqramı son və maraqlı bir məlumatla bitirməyi təklif edirəm. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin təsisatdan kənar idarənin adına baxıb, Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin təsisatdan kənar Dövlət Ekspertiza İdarəsi Nəfəs alın. nəfəs alın. Son 6 ayda 14 avtomobil alıb, onlardan 8'i Jeep, o biriləri sedan tipli olub. Bu maşınların alınmasına toplam 1 milyon 221 min 500 manat xərc çəkilib. İdarənin rəisi son bir ildə xidməti maşınını 2 dəfə dəyişdirib, hər dəfə də yeni Toyota Land Cruiser alıb. Bizim bax indi cərimələrdən şikayətlənməyə haqqımız yoxdur. Biz vətəndaşlar vaxtında keyfiyyətli, böyük miqdarda cərimə verməsək, bu yazıq məmurlar bu cipləri falanları necə ala bilər? Vallahi o qabaq yanıltmacılar olurdu. O adamın dili nəfəs tıncıqırdı bir şey deyən. O həmin oldu. Təkrar edirəm, idarənin adı maraqlı gələ bilər. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin təsisatdan kənar Dövlət Ekspertiza İdarəsi. Tamam. Təşəkkürlər Natiq bəy. Təşəkkürlər, hörmətli tamaşaçılar, özünüzə yaxşı baxın. Sağ olun.